USAID-in rəsmi hesabatları göstərir ki, Avropa və Avrasiya üzrə maliyyə paketlərinin mühüm hissəsi subqrantlar, yerli tərəfdaşlar və beynəlxalq icraçı təşkilatlar vasitəsilə dövriyə buraxılır. Bu birbaşa maliyyələşmə deyil, məsuliyyəti parçalaya-parçalaya irəliləyən zəncirvari mexanizmdir. Pul hərəkət edir, amma iz dərinləşdikcə cavab deyildir. Alman siyasi şərhçi Volker Schapke ilə görüşümüzdə diqqət USAID-nin səfirlik və konsulluq xidməti üzərində formalaşdırdığı fəaliyyətlərə yönəlir. Schapke bu mexanizmin işlək vəziyyətə gətirilməsini kəskin tənqid edir və bildirir ki, diplomatik çərçivə burada qoruyucu qalxan yox, pərdə rolunu oynayır. Prosesi gizlədir, məsuliyyəti yayır. Müsahibimizin fikrincə diplomatik dairələrin daxilində icra olunan məxfi planlar yalnız region ölkələri üçün deyil, Avropa üçün də ağır nəticələr doğurub. Qərarlar səssiz verildikcə, nəticələr də daha sürətli yayılıb. Hadisə bir nöqtədə baş verib, təsiri isə bütöv coğrafiyanı zədələyib. Bu mexanizm işlədikcə yardım termini örtük kimi qalır. Real nəticə isə gecikmədən ortaya çıxır.